69 yaşında bir pasiyentimizi müayinə edirik. Pasiyent bizə cərrahi əməliyyatdan sonra müraciət edib və histoloji nəticəmiz endometriyanın xərçəngi. Burada sizlərə çatdırmaq istədiyim 1-2 nüans olacaq. Diqqətlə qulaq asın və diqqətlə bu videonu izləyin. Postmenopauzal dövrdə 1 ildir qadın qanayır və deyir səhlənkarlıq eləmişəm, həkimə getməmişəm. Bir daha çatdırmış olum ki, adətdən kəsilmiş xanımlarımızda heç bir halda, heç bir miqdarda qanlı ifrazat olmamalıdır. Və belə qanamaların adətən 30%, 40% altında yatan səbəb endometriyanın və uşaqlıq boyunun xərçəngi olur. Ki bu situasiyada da elədir endometrial xərçəng təsdiqlənib. Bəs risk faktorları hansıdır? Erkən adətdən başlamaq, gec aybaşıdan kəsilmək, piylənmə, genetikasında xərçəng xəstəliyi olanlar, şəkərli diabet xəstəliyi olanlar, təzyiq xəstələri. Bax, bunlar risk daşıyan pasiyentlərimizdir. Əgər belə bir pasiyentlərimiz varsa, artıq çəkidən əziyyət çəkirsə, şəkərli diabetsə, qalxanvari vəzində problem varsa, təzyiq xəstəsidirsə də, gec adətdən kəsilmə durumları varsa, anamnestik olaraq süd vəzi, bağırsaq xərçəngi, yumurtalıq xərçəngi kimdəsə varsa da, həmin pasiyentlər rutin müayinələrə getsin. Yox, əgər getmirlərsə də, qanama şikayəti varsa, bu 1 il, 5 ay, 6 ay həkim gözləmək lazım deyil. Dərhal həkimə gedirsiniz. Sağlam olun, videolar sizlər üçün paylaşılır. Bir zəhmət diqqətlə izləyin.